xal qalmadı, o xal nə xaldır, qoşa düzdürmüsən, de görüm nə xaldır, qoşa düzdürmüsən. Daha məndə hal qalmadı, o xal nə xaldır, qoşa düzdürmüsən, de görüm nə xaldır, qoşa düzdürmüsən. Xal mənim, yar mənim, ixtiyar mənim, xalxana borcdur, qoşa düzdürmüşəm, yarım deyibdir, belə düzdürmüşəm, xalxana borcdur, qoşa düzdürmüşəm, yarım deyibdir, belə düzdürmüşəm. Mənim musiqi nəfəsim soy kökümün danışan səsidir. Arzu, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Mən Əliyeva Arzu, xanəndə, qurban qızı. Qərbi Azərbaycanın Qafan şəhərindən, daha dəqiq desək Siznək kəndindənəm. Çünki valideynlərim Əliyev Qurban İsmailoğlu və Əliyeva Nəzakət Hüseyin qızı hər ikisi də orada doğulub, boya başa çatıblar. Mən o dövrləri əslində görmədiyim üçün xatırlamıram, amma valideynlərimin danışdıqlarından, xəyali olaraq və təbii ki, bəzi görüntülərdən çox yaxşı bilirəm ki, gözəl bir yurdumuzun ən gözəl səfalı yerlərindən biri olubdur Qərbi Azərbaycan, Qafan şəhəri və bəlkə də bu genetikanın təsirindəndir, sanki oralarda olmuşam kimi hiss edirəm. Sanki valideynlərim uşaqlığını danışanda mən də orada yaşamışam, o duyğuları keçirtmişəm, o doğmalığı hiss edirəm və inanıram ki, Allah inşallah bizə nəsib edər oralara gedib, öz gözümlə canlı-canlı görüb və o duyğuları elə əsl reallığı ilə yaşamaq Allah nəsib edər mənə. Bilirəm ki, valideynlərim deyirdi ki, çox gözəl təbiəti olan, çox təmiz havası olan, səfalı olan bir torpaq olubdur. Ümumiyyətlə, belə deyək də, həm də sərvəti ilə gözəl tanınıbdır. Meşələri, təbii nimətləri ilə, dadlı təamları ilə, mətbəxi ilə çox belə seçilən bir bizim bölgəmizdir və mən də fəxr edirəm ki, belə bir torpağın qızıyam. Genim doğrudan da çox möhkəmdir və düşünürəm ki, səsimə də gözəllik qatan elə məhz o torpaqlardan genimin gəlməyidir. Arzu, orada olmamısınız, amma valideynlərin xatirələri, valideynlərin sizə söylədikləri var. Bax, ən çox marağınıza səbəb olan hansı məqamlardır? Ümumiyyətlə, valideynlərin gözü ilə oranı necə təsəvvür edirsiniz? Atam danışardı ki, Xustub dağı onların ən səfalı yeri olubdur. Hansı ki, mənim atamın da səsi olub, bildiyiniz kimi. Ümumiyyətlə, səs mənə babamdan, ata-babamdan belə deyək də bir miras kimi gəlib çıxıbdır və o dönəmlər elə babam orada çox məşhur toybaşı deyirdilər də, toylarda ifa edən bir şəxs olubdur, toyları idarə edən bir şəxs olubdur. Və mən xatırlayıram ki, orada öyrəndiyi muğamların müxtəlif hissələrindən, tamam dəstgah çox xatırlamasa da yaşlı idi babam, amma müəyyən bir şöbələri mənə hər zaman ifa edərkən düzəliş edirdi, öyrətməyə çalışırdı və deyirdi ki, mən bunu filan toyda olanda, nə bilim, bax bu Xustub dağının ətəyində belə bir səfalı yerimizdə belə oxuyurdum, belə edirdim və elə bil ki, mən özüm də orada olurdum o danışanda. Ondan sonra yadımdadır ki, onların bu Novruz bayramı ərəfəsində çox gözəl ənənəmizə sadiq qalaraqdan elədiyi oyunlar var idi. Nə bilim, teatr, yəni mədəniyyət sahəsində məni təbii ki, maraqlandıran ən çox mədəniyyət sahəsi olduğu üçün oradan suallar verirdim. Deyir ki, biz teatr qururduq, özümüzün kənddə bir özümüzə məxsus bir teatrımız var idi ki, hərənin bir obrazı var idi. Ən azı ayda bir dəfə bir araya toplanıb hansısa bir tamaşanı canlandırırdıq, tamaşaçılarımız olurdu və bu da bizim təbii ki, genimizdə olan musiqiyə bağlılıq, kökümüzə olan bağlılığı əks etdirən bir deyim ki, nağıl idi. Çünki həmişə deyirdi ki, gəl sənə nağıl eləyim. Mənim ən sevdiyim cümlələrdən biridir ki, bizim uşaqlığımız necə keçibdir, bizim o dövrdə
hansı hadisələr, o qədər çox həqiqətən maraqlı belə məqamlar, hekayələr danışıblar ki mənə. İndi birdən-birə düşünəndə bilmirəm, bəlkə də proqram bitəndən sonra yadıma gələcək ki, gərək bunu deyərdim, gərək onu deyərdim. Amma bir onu bilirəm ki, şəhərin gözəlliyindən, kəndin səfasından, sonra atamın anamgilə tərəf getdiyi yoldan, onların ümumiyyətlə eşq hekayələrindən o qədər maraqla danışıblar ki, mən özüm də istəyirəm ki, gedim oraları görüm. Yəni bu duyğu çox həddindən artıq mənim. Bu gün desəz ki, ən böyük arzum nədir? Ən böyük arzum məhz torpağımıza gedib gözümlə canlı oranı görməkdir. Arzu, inşallah ki zaman gələcək və o yerlərə dönüş olacaq. Bax, onda ilk edəcəyiniz şey nə olacaq? Xəyalınızda necə təsəvvür edirsiniz o məqamları? Birinci növbədə orada avtovağzal olubdu. Hansı ki, Bakıdan ora gedəndə, ya da ki, oradan Qapandan Bakıya qayıdanda daha çox yəqin ki, o söz, o məkan işlədilib deyə birinci o avtovağzalı görmək istəyərdim. Çünki yollar insan həyatında çox böyük əhəmiyyət kəsb edir, düşünürəm ki, və bilirəm ki, ən maraqlı xatirələr də elə orada olubdur. Kimisə qarşılayanda, ya da kimisə yola salanda. Bəzən oradan gedən, Bakıya gələn, belə deyək də, bir gənc hesab edək, deyək ki, mənəm o, böyük bir xəyallarla, bəlkə də biraz tərəddüd içində, bəlkə də həyəcan, yəni çox qarışıq bir duyğularla yola çıxıbdır. Və həmçinin də hansısa bir, deyək ki, Bakıdan ya da başqa bir bölgəmizdən ora gedən kimsə ya valideynlərini görməyə, ya da ki, adətən yayda kəndə nənəsinin, babasının yanına getməyə, ya da bir xoş günə getməyə yola çıxıbdır. Ona görə məncə birinci görmək istədiyim yer avtovağzal olardı. Yəqin ki, başlanğıc da oradan olduğu üçün. Amma daha sonra təbii ki, əzizlərimin qəbrini ziyarət etmək istəyərdim və atamla anamın yaşadığı evi görməyi çox-çox istəyərdim. Əziz anam, şirin sözlü anam, qəlbin kövrək, eşqin solmaz bahar. Gülər üzlü, qara gözlü anam, hara getsəm gözüm sənə baxar. Lay lay dedin ana, lay lay dedin mənə, həyat verdin mənə əziz anam. Laylan hələ yaşar, laylan ellər aşar, günəş kimi yana yana